Hörmətli izləyicilərimiz, biz gərək vaxtaşırı özümüz öz şəhidlərimizə qiymət qoyaq ki, onlar yaddan çıxmasınlar, onlar canlarından keçiblər də bu torpağın alınmasında. Biz zaman zaman düşünürdük, xəyal eləyirdik ki, biz torpaq alacaq, vətən bütövləşdirəcək. Lakin onu, bu günləri Allah bizə nəsib elədi. Və nəticədə də bizim 3000-dən yuxarı bax belə şəhidimiz var. Allah onların yerini cənnətlik edib inşallah. Bu Arbatan kənd sakini İsayev Sadiq Rəşadoğlu. 14.03.2003-cü ildə doğmuş bir gözəl baladır bu. Allah rəhmət eləsin. 16-sı 9-cu ay 2022-ci ildə antiterror əməliyyatında uşaq həyatını itirdi. Yəni həlak oldu. Şəhid oldu. Şəhidlərin yeri Allahın yanındadır, cənnətdədir. Ruhları şad olsun. Burada şəhidlərimizin də hamısının şəkilləri var. Ruhları şad olsun. Mən də elə əlimdən gələni eləyirəm ki, bunların qarşı tərəfində də bir hadisə baş verməsin. Burada qatar gələndə bu yolun təmizliyi nəzərində elə əlimdən gələni eləyirəm ki, sağ olsunlar da memurlarımız bu işləri görürlər. Onlar da bizim elə qardaşlarımız, balalarımız, qohumlarımız. Bax bu, həmən bu şəhidimizin, Ruzullu şəhidimizin şəklidir. Allah onu rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Bizim borcumuz bir xalq olaraq əbədiyyətə qədər, bu dövlətinə qədər var, bu şəhidləri xatirəsini yaşatmaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun. Allahümme salli əla Məhəmməd və ali Məhəmməd. Ruhuna salavat. Hörmətlə Azərbaycan Respublikası Könüllü İctimai Nəzər İctimai Birliyinin Sələn Regional Təşkilatı Həsənov Kamal Şimməmmədoğlu.